Hətta bizim böyüklərimiz də deyirdilər ki, iş qurmaq sizlik deyil, yaxşı olar ki, gedəsiz, hardasa işləyəsiz. Deyirdilər ki, ən gözəli odur, bilirsən ki, ayın axırında bu qədər məvacibin olacaq, sən bilirsən budur, odur. Yoldaşım mənə həqiqətən də bu şanslar yaratmasaydı, mən yenə də həminki elə əvvəlki Nisə olacaqdım. Kiçik bir yağ makinəmizi aldıq. Dediyim kimi 6-7 ay, yəni heç bir sıfır, reklamsız, falansız, yəni satış eləyə bilmirdik. Hər ər-arvad həyat yoldaşı ola bilmir. Bizdə isə elə bir necə oldu? Dost olduq, yoldaş olduq. Yəni həyatımızın dostusu olduq. Mən Həsənova Nisə, fitoterapevt və aromaterapevtəm. Artıq 6 ildir ki, bu işlə məşğulum. Mənim ikinci peşəmdir və eyni zamanda mənim bu təbii müalicələrimi deyim, təbiətdən olan sağlamlığa mən uşaqlıqdan həvəskaram. Bu da mənə nənəmdən keçmədi əslinə qalanda. Uşaq vaxtı çox xəstə olurdum və nənəm həmişə rayona gedəndə mənim üçün bitkilərdən bir nəsə hazırlayırdı və onu gün altında vanna edərək düzəldirdi və həmişə də necə deyim sizə, mənə faydalı olması üçün belə bir bəsləyirdi məni. Yəni o uşaqlıqdan elə bir ki, mənim beynimdə kilidlənmişdi. Və özüm də ana olandan sonra düzdür, fitoterapiya ilə məşğul olmasam da, yəni uşaqlarımı çalışırdım ki, sağlam qidalanma ilə, yəni bitkisel müalicələr edirdim. Yəni dərhal mən dərman preparatlarına qaçmırdım. Və düzdür, əvvəlcə başqa işdə işləyirdim. Sonradan həyat yoldaşımla öz işimizi qurmaq qərarına gəldik və beləliklə də, çətinliklə də olsa öz işimizi qurduq. Və burada həqiqətən də Elşənin, müəllimin mənə çox böyük dəstəyi olub və eyni zamanda Elşənin çox böyük əziyyəti olub. Yəni mənim ikinci təhsil almağımda, yəni çünki bəli mən bilirdim, nənəm keçmişdi, nənəm mənə öyrətmişdi və yaxud da mən özüm kitablar oxuyurdum. Çünki bizim özümüzün 80-ci ilə qədər belə bir alimlərimiz olub, fitoterapiya ilə bağlı kitablarımız olub və biz bunu araşdırırdıq da və ancaq təhsilim yox idi. Yəni Elşə müəllimin də mənim təhsil almağımda, bu işi qurmağımızda çox böyük, həm mənə dəstək olub, həm də çox böyük çətinliyimiz olub. Düzdürmü Elşə? Düzdür hər şey inşallah ki. Buyurun. Və o yolu siz danışın. O yol necə olub? İnşallah ki, hamıya maraqlı olar, qısa olaraq danışım. İlk olaraq anlayışım olmadığına görə riskə gedə bilməzdim və anlayışım olan, cüzi də olsa anlayışım olan sahə. Və bu misalı mən hamıya çəkirəm. İlk olaraq bütün əlimizdə olan axırıncı qəpiyimizə qədər pulumuzu tökdük, çərəz dükanı açdıq. Adi, standart bildiyimiz çərəz dükanı. Bəxtimizdən həmən